Rəhman və rəhim olan Allahın adıyla. Salam, xoş gördük əziz müsəlmanlar. Allah oruc və namazlarınızı qəbul etsin inşallah. Biz dünənki söhbətimizdə insanın ömründən danışdıq və bildirdik ki, İslam dini buyurur ki, insanın ömrü mühümdür insan üçün. Və o ömrü necə yaşamaq mühümdür insan üçün. İnsan öz ömrünü hədərə verməməlidir, boşa verməməlidir. Və bunun barəsində biz hədislər də dedik, bunun barəsində biz Quran ayəsi də söylədik. Və bu günləri həmin o mövzunu davam etdirəcək. Yaxşı, bəs insan necə yaşasın? Necə ömür yaşamalıdır ki, bu ömrü zərərsiz başa vura bilsin? Quran-ı Kərimdə bir surə var. Adına Əsr surəsi deyirlər. Həmin Əsr surəsində mütəallan Allah buyurur: "Vəl-əsr innəl insanə ləfi xusr." And olsun əsrə, insan ziyandadır. İllellezine amen və amilus salihat və təvasav bil haqqi və təvasav bis sabr. İnsanlar ziyandadır, amma onlardan başqa ki, amenu. Baxın, bu ayə bizlərə başa salır. Bu ayə-i şərifə bizlərə öyrədir ki, hansı insanlar ziyana uğramırlar bu dünyada. Yəni, ömürlərini ziyansız başa vururlar. Növbəti həyata, keçid mərhələsinə xeyirlə çıxırlar və əlləri boş getmirlər. İllellezine amenu. O kəslərdən başqa ki, iman gətiriblər. İman mühüm amillərdəndir ki, insan bu dünyadan zərərlə köçməsin. İman mühüm amillərdəndir. Amma mütləq şəkildə iman qəlbdə olduğu kimi əməldə də özünü biruzə verməlidir. Əgər yox, elə imanım mənim təkcə qəlbdədirsə, bu yalancı imandır və özümüzü boyuna rahatlaşdırırıq, özümüzü boyuna sakitləşdiririk. Yox, iman mənim elə qəlbimdədir, bəs eləyir filan. Yox, Allah Teala imanın yanında bir əməldə istəyir. İmanın yanında, imanın şərtlərindən doğan, irəli gələn bir əməl mütləq şəkildə olmalıdır. Mən qısa ərz edirəm, çünki biz elə əvvəldən qısa danışırdıq. Və amilus salihat, daha sonrasını buyurur mütəallan Allah, salih əməllər görənlər, salih işlər görənlər, yaxşı işlər görənlər, hər bir şey, təkcə bu dini baxımdan yaxşı işlər görmək mənasında deyil. Dünyəvi baxımdan da. İnsan gəlir, məktəb tikdirir, xəstəxana tikdirir, imkansız az təminatlı ailələrin uşaqlarını oxutdurur, savad verir onlara, bir sənətin, peşənin yiyəsi eləyir. Hər nə qədər ki, yəni insanın ağlına xeyirli işlər gəlir, həmin o xeyirli işləri görsün. O zaman da insan zərərdə olmaz. Və təvasav bil haqqi və təvasav bis sabr. Və onlar insanları haqqa tərəf dəvət edirlər, haqqa tərəf çəkirlər. İnsanlığın vəzifəsi budur. Allah Teala bu vəzifəni bizlər üçün təyin edib dində. Bu vəzifənin adına deyirlər, insanları yaxşılığa dəvət etmək. İnsanları yaxşılığa dəvət etmək vəzifəsini Allah Teala əmr bil məruf bizlərə vacib olub və Quran-ı Kərimdə ayələri də var. Özün əgər xilas olmusansa, özündən sonrakiləri də yaşlılara dəvət eləginən. Sənin vəzifən dəvət eləməkdir. Başa salginən, düzgün yolu başa salginən. Görürsən ki, əyri yol gedir, səhv yol gedir adam. Özünü günahın çirkabına, palçığına atıb, dart çıxart ilə oradan, qoyma ilə ki, alsın. Günahın bataqlığında batıb geçsin. Yaxşılıqlara dəvət eləginən. Və o zaman da sən əli boş getməzsən bu dünyada. Amma yaxşılığa dəvət eləyən zamanda insanın özünün əməlləri də gərək düzgün bir şəkildə olsun. Çünki Quran-ı Kərimdə mütəallan Allah buyurur ayələrin birində. Nəyə görə o şeyi deyirsiniz ki, o şeyə özünüz əməl etmirsiniz? Və yaxud da insanları yaxşılığa dəvət edirsiniz, amma özünüzü unutmuşsunuz. Allah Teala buyurur ki, əgər insanları yaxşılığa dəvət edirsənsə və insanları gözəl yol göstərirsənsə, özün də birinci növbədə bunu eləməlisən, özün amil olmalısan, əməl edən olmalısan, ondan sonra insanları da dəvət etməlisən. Və təvasav bis sabr və insanları səbrə dəvət edən. Səbr biz hər mənada da başa düşə bilərik. ki, yəni insanları səbrə dəvət eləyir.
İstəyir günah zamanında səbir olsun, ki, səbrin növlərini biz demişdik, istəyir ibadət zamanında olsun, istəyir gündəlik həyatında, məişətində bu insanları səbri dəvət edir. Və təfsirçilər deyirlər ki, səbirdən bir dənə də məqsəd Ramazandır. Ramazan mübarəkdir, orucdur yəni. Oruc biz bilirik ki, insanları səbrə dəvət edir. Oruc tutan insan öz səbrini bu cür deyək, möhkəmlədir və öz səbrinin üstündə işləyir ki, biz hədislərə əsasən də bunu deyirik. Təfsirçilərin də bəziləri buyururlar ki, yazırlar ki, demək, Quran-ı Kərimdə bəzi ayələrdə ki, səbir sözü işlənilib, həmin səbirdən məqsəd orucdur. Hər bir halda Allah Teala bizləri bu dünyada xeyir iş görənlərdən qərar versin, əməli salih olanlardan qərar versin və bizləri bu dünyada müvəffəq eləsin ki, bizlər ömrümüzün qalan hissəsində xeyir işlərə sərf edək. Sağ olun, Allahın amanında qalın.